Selamun Aleyküm Fəqan Usta. Selamünaleyküm. Ne hazırlıyor inşallah? Bugün inşallah biz toyuq ləsi hazırlayacağıq. Deməli 10 kilo toyuq ətinə 6 kilo quyruq vuracağıq. 3 kilo da soğan vuracağıq. İndi hal-hazırda ətin çəkim prosesi gedir bizdə. Başlaya bilərik. %10 qram da duzumuzu əlavə edirik. Pul biberimizi əlavə edirik. O da yenə bir 40-50 qram. Lülə kebabda vacib olan pul biberdir. Qara istiot qətiyyən olmaz. Niyə? Rəngini boğur. Sonra sarı kökümüzü əlavə edirik. 25-30 qram. Fəqan Usta'nın toyuq lüləsini yəni mən hələ heç halda görməmişəm. Həqiqətən çox dadlı, istədiyiniz qanlı olur, soçunu və ləzzətli. Bunu gözlüdür yoxsa necə olacaq? Bəli, bəli, dinlənməlidir. Ən azından 5-10 dəqiqə dinlənməlidir ki, duz istiot ətə keçsin. Ən azından o lazımdır, vacibdir. Biraz da pişmə prosesinə danışar zəhmət olmasa. Pişmə prosesini inşallah indi şişə vuraq. O zaman onu da deyəcəyik inşallah. Və pişirmə prosesini də göstərəcəyik. Neçə qramla vurur? 200-230 qramla. Yəni bunun Mülləni vura bilməyənlər orada soruşurlar. Sudan istifadə etmək lazım yoxsa necə? necə? Sudan istifadə etmək lazımdır. Lazımdır. Baxır hansı məhsula, hansı ətə nə qədər. Yay aylarında məsələn isti su olmaz. Soyuq su ilə istifadə edirik. Qış aylarında mütləq isti su. Niyə? Quyruqda donma olmasın. Quyruq hələ yapışmaz. Şef, bunun dağılma ehtimalı var yoxsa? Yox. Soyucuya qoymalıyıq buna? Qətiyyən. Heç dağılma ehtimalı yoxdur. Niyə? Ona görə ki, biz bunu farşını hazır edəndə hər bir prosesi burada keçmişik. Nə qədər yaxşı qarışdırsam, bir o qədər də sənin bülən möhürlənir. Etibarı olur. Əllərdə sağlıq, Fəqan Usta. Buyur, buyur, xoşdur. Şefimiz neler pişirir? İnşallah 7-8 dəqiqədən sonra
toyuq lüləsini yeyəcəyik. İnşallah. Gözəlliyə bax. Səsə bax, əlbəttə. Bu resepti hazırlayan həqiqətən peşman olmaz. Əsl toyuq resepti. Əllərə sağ olsun. Bəh, bəh, bəh. Əllərə sağ olsun. Nuş.